Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ötən gün Xırdalanda motosiklet sürücüsünün ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, 32 yaşlı İsayev Ramin Nurəddinoğlu idarə etdiyi motosikletlə yük avtomobilinə çırpılıb. Qəza nəticəsində ağır xəsarət alan Ramin İsayev hadisə yerində ölüb. Qeyd edək ki, Ramin İsayev zabit olub, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Baş leytenant rütbəsi ilə xidmət etmiş İsayev Şuşa şəhərinin işğalının azad edilməsindən şücaət göstərən hərbiçilərindən biri idi. Müharibədən sonra hərbi xidmətə görə Şuşanın azad edilməsinə görə medallarla təltif edilib. Mərhumun bir az yaşlı qızı yadigar qalıb. Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə səbir verir.